Gürcüstan prezidenti Mixail Kavelaşvili İran İslam Respublikasına rəsmi səfər edib. Mixail Kavelaşvili rəsmi səfərlə İrana gedib. Onu Mehrabad Beynəlxalq Hava Limanında ölkə vitse-prezidenti qarşılayıb. Səfər çərçivəsində keçirilən görüşdə Gürcüstan prezidenti İran prezidenti ilə iki tərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Ölkədə baş vermiş faciəli hadisələrlə bağlı bir daha başsağlığı verib. Prezident administrasiyasının məlumatına görə tərəflər mehriban qonşuluq münasibətlərini, regionda sülh və sabitliyin əhəmiyyətini, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı xüsusi vurğulayıblar. Səfər çərçivəsində Gürcüstan prezidentinin mərhum Ayətullah Əli Xameneyinin dəfn mərasiminə də qatılacağı bildirilir. Mərasimdə Türkiyə, Azərbaycan, Ermənistan və digər ölkələrin liderlərinin də iştirakı gözlənilir. Gürcüstanda ümumdövlət sağlamlığı mühafizəsi proqramı genişləndirilib. Sümük iliyi transplantasiyasından sonra yaranan ağır GVHD ağırlaşmasının müalicəsi üçün bahalı Jakavi dərmanı dövlət tərəfindən tam maliyyələşdiriləcək. Həmçinin dövlət tərəfindən alınan Jakavi preparatı artıq bütün onkohematoloji diaqnozu olan benefisiarlar, o cümlədən 18 yaşa dək uşaqlar üçün də əlçatandır. Bu dəyişikliklər yüksək keyfiyyətli müalicəyə çıxışı daha da artıracaq və xəstələrin ailələrinin üzərinə düşən maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Gürcüstan vətəndaşlarının sümük iliyi transplantasiyası əməliyyatı həm ölkə daxilində, həm də xaricdə dövlət tərəfindən maliyyələşdirilir. Lakin transplantasiyadan sonra bəzi xəstələrdə GVHD transplantantın ev sahibinə qarşı reaksiyası inkişaf edir. Bu, donorun köçürülmüş hüceyrələrinin xəstənin orqanizminə qarşı mübarizə apardığı vəziyyətdir. Belə hallarda müasir və yüksək texnologiyalı dərman müalicəsi həyati əhəmiyyət daşıyır. Beynəlxalq klinik tövsiyələrə əsasən bu ağırlaşmanın müalicəsində ən effektiv vasitələrdən biri Jakavi preparatı hesab olunur. Bu dərman xüsusilə standart hormonal terapiyaya cavab verməyən xəstələr üçün böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsində dövlət qərar qəbul edib ki, GVHD reaksiyası olan bütün xəstələr üçün Jakavi preparatı tam şəkildə maliyyələşdirilsin. Gömrük keçid məntəqəsinin növbə rəisi küllü miqdarda rüşvət almaqda ittiham edilərək saxlanılıb. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları axtarış və istintaq tədbirləri nəticəsində Gəlirlər Xidmətinin Gömrük Departamentinin Qırmızı Körpü Gömrük keçid məntəqəsinin növbə rəisini küllü miqdarda rüşvət alma faktı ilə saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirərkən bir vətəndaşa məcburi bəyan etmə olmadan 200 min Birləşmiş Ştatlar dollarının ölkəyə gətirilməsinə kömək edəcəyini vəd edib. Bu himayənin müqabilində dövlət qulluqçusu hər belə hal üçün 8 min Birləşmiş Ştatlar dolları məbləğində rüşvət tələb edib. İstintaq xidmətinin əməkdaşları onu əvvəlcədən tələb olunan məbləğin bir hissəsi 4 min Birləşmiş Ştatlar dollarını aldığı anda saxlayıblar. Məhkəmə qərarı əsasında aparılmış gizli istintaq hərəkətləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə olunub. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin B bəndi ilə aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.